bir neçə gün öncə Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Ermənistanın baş naziri ilə görüşən CNN Türkün xəbər redaktoru İdris Arkanın hazırladığı blokadada olan ölkə Ermənistanda nə danışırlar? Reportajı erməniləri dəli edib. Turkistan az məlumat verir ki, İdris 26 dəqiqəlik reportajda Ermənistanın çox ağır iqtisadi vəziyyətdə olduğunu qeyd edilib. O bildirib ki, ölkə hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır. İdris Arkan İrəvanda Azərbaycana məxsus olan Cümə məscidinin fonunda hazırladığı reportajda İrəvanın Türk şəhəri olduğunu bildirib. Bu reportaj erməniləri sözün əsl mənasında dəli edib. Sosial şəbəkələrdə bununla bağlı hakimiyyət tənqid edilir. Kəlbəcərdə ölümə nəticələnən ağır yol qəzası baş verib. Səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan vaxt idarəetməni itirərək dərəyə aşıb. Nəticədə sərnişin 64 yaşlı Gəncə şəhər sakini Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini Şahnəzərov isə xəstəxanada ölüb. Sürücü 37 yaşlı Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırmalar davam etdirilir.